8 Ağustosdan sonra biz pozitiv mənalı var, sülh gündəliyində. Qazaxıstan paxılının Azərbaycan Gürcistan vasitəsilə məhkəmə çatdırılması, vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü İrəvanda keçirildi və sonra Bakıda oldu, mədəni proqramları edildi, digər ərazilərdə oldular. Bu nəticə dəyərləndirirsiniz, yəni bu sülhə aparır bu xalqları. Çünki siz qeyd etdiniz, amma real datalar var, sosioloji sorğuların nəticələri var ki, erməni xalqı sosioloji sorğularda da sifarişçi seçmə, harada, kimlər arasında sorğu keçirməsi mühüm məsələdir, amma elə də yüksək faizlə sülhə inananlar yoxdur. Eyni zamanda ABŞ-nin vasitəsilə sülhü həyata keçirmək ilə bağlı da dərəcə reaçan deyil. Yəni 50%-ə çatmır, 34% sülh istəyir Ermənistanda. Elə bu vətəndaş cəmiyyəti nümayəndələrinin, beyin mərkəzi nümayəndələrinin görüşlərindən sonra da biz sosial şəbəkədə həm bu tərəfdə, həm bu tərəfdə negativ rəylər də görürük ki, bu nəyə lazımdır? Bunun real nəticəsi olmayacaq. Siz necə qiymətləndirirsiniz? Bu proses xeyir verir mi sülhə, yoxsa sülhdən əksinə uzaqlaşdırır mı bizi? Bu birinci sual. İkinci sual isə 28 maddəlik sülh razılaşması haqqında, layihəsi haqqında fikir bildirdiniz. Ukrayna mediası çox tez-tez müsaade verirsiniz və orada jurnalistlərin, ekspertlərin, siyasi düşüncənin, elitanın buxara şaraf fikirlərini bilirsiniz. Avropa İttifaqı ilə gəlmişəm, onlara cavab təhlükə verdi. Və burada siz tanımayan tələbələr var, onlara demək istəyirəm sizin haqqınızda ki, elə 2021-ci ildə Qaragül əməliyyatı keçiriləndi, 2022-ci ildə Ukraynada media və ekspertlər bizim üstümüzə hücuma keçirdilər. Bizi işğalçı adlandırdılar, orada mən sizə təşəkkür edirəm ki, Ukrayna mediasını çıxıb dediniz ki, siz nə danışırsınız, Azərbaycan işğalçı olurlarmı? 30 il biz işğala məruz qalmışıq, sadəcə orada sərhədin təhlükəsini təmin edirik. Burada siz başda olmaqla digər bizim dostlar, ekspertlərdə Ukrayna cəmiyyətini, halbuki biz bir gündən Ukraynanın yanında durduq və o Sovet məkanında birinci yerdəki Ukrayna generatorlar, elektrik avadanlıqları təhsil, humanitar məsələlərdə birinci yerdə bunu Ukrayna xalqı və rəhbərliyi unutmamalıdır. Və bu saxta narrativlərin qarşısını alırız. Nə düşünürsünüz? Bu 28 maddə ABŞ və Rusiya arasında Ukraynanın bölüşdürülməsi və çox sərt, ağır bu reglamentasiya üzərində Ukraynada nə edə biləcək? Yəni, Ukraynanın bilirsiniz, bu sülh prosesində mövqeyi bütün bu Sovet məkanları bizə də təsir edir. Bizim Rusiyanın sərhədimiz var. Gəlin münasibətlər hələ də davam edir. Nə düşünürsünüz? Bu məsələlərdə hələ var. Bu görüşlər vətəndaş cəmiyyətinin nümayəndələri tez-tez gəlib gediblər bu son 30 il ərzində. Ələxüsus bu Minsk qrupu çərçivəsində deyilən məsələlərlə bağlı gəlib gedirdilər. Boş-boş görüşlər olub, düzdürmü? Niyə görə? Çünki biz o proseslərə nəzarət edə bilmirdik. Yəni ki, müstəqil Azərbaycan olaraq, Ermənistan olaraq. Nə bu məsələdə, nə ümumiyyətlə danışıqlarda. O Minsk qrupun həmsədrləri hamı buna nəzarət edirdi. Bir oyun kimi gedirdi bu. Oyun idi. Yaxşı qrantlar buraxılırdı, paralar buraxılırdı, gəlirdilər, yeyib içirdilər, keyf edirdilər. Həm Yerevanda, ələxüsus Bakıda bizim imkanlarımız onlardan yemək içməyə də daha genişdir. O baxımdan bu hamısı boş söhbət olub. Niyə görə? Çünki yuxarı səviyyədə hər şey siyasi qərar qəbul olunandan sonra olur. Birinci şəxslər və onların ən yaxın ətrafı siyasi qərar qəbul edəndə, ondan sonra bu gedir cəmiyyətə çatır. Ona görə bundan öncə bu işləməyib, boş-boşuna getdi. Bu günləri isə ilk dəfə olaraq, əlbəttə ki, biz görürük ki, Minsk qrupu ləğv olundu, birbaşa təmas gəldi, çıxdı və bu təmas həm siyasi məsələlərlə bağlı artıq proses başlandı, getdi, çıxdı 8 avqust Vaşinqtona, Ağ Evə. Bu siyasi qərar qəbul olunandan sonra Minsk qrupu həmsədrləri bu məsələdə iştirak etmirlərsə, deməli, o biril məsələlər də deməli, start verilə bilər. Bu sadəcə prosesdir. Ən birinci mərhələlərdən biridir. Bir yoxlama gedir. Baxaq görə cəmiyyətlər buna nə reaksiya verəcəklər. Və bu yol
neçə kilometrlik yoldur, belə deyək də, neçə illik yoldur, neçə nəslin yoludur və sülh müqabiləsinə gedən yol. Lap imzaladıq. Sonra nə? Bu kağız olacaq da. Və sonra nə? Necə? Ona görə bu, əlbəttə ki, bu meyarlardır, hansı ki, yoxlanılmalıdır. Ermənistan cəmiyyətdə bizdəki kimi deyil, orada itiyəsini tanımır. Gürcüstanda da belədir, Moldovada da belədir, Ukraynada da belədir. Allaha şükür, bizdə belə deyil. Bizim başımıza gəldi, nəticə çıxartdırmışıq, indi bizdə belə deyil. Onda gəlin, sadəcə olaraq həssas bu məsələyə diqqətlə seyr edək. Mən sadəcə seyr edirəm. Lazım olsa heç o proseslərə də onların, məni kimi, ya mənim nəslimin nümayəndələri, kəskin danışanlar ki var, geçdiniz biz də görüşməliyik, söhbət eləyəcəyik, əlbəttə ki. Sadəcə bu günləri yeni nəslin nümayəndələri necə görür? Çünki çoxları heç erməni də görməyiblər. Şuşanı azad eləyən yeni nəslin nümayəndələri, şəhidlərimiz, qəhrəmanlarımız, Allah onlara rəhmət eləsin, heç Qarabağı görməyiblər, Şuşanı görməyiblər, heç erməni də görməyiblər. Amma bunlar, bu nəslin nümayəndəsi artıq yetişib. O biri nəslin nümayəndəsi də artıq yetişmək üzrədir. O baxımdan bu prosesdə müxtəlif nəsillərin, müxtəlif təbəqələrin sosial baxımdan, profesional baxımdan iştirak edəcəklər. Və əlbəttə ki, bu çoxluq olanda proses demək olar ki, sülhə doğru getməyə başladı. Sadəcə bu siyasi qərar qəbul olunub deyə, biraz təkan verilib buna. Ona görə mən əlbəttə ki, buna müsbət yanaşıram. Sadəcə mən ayıq yanaşıram buna. Həm buna da hazıram, buna da hazıram. Görürsünüz, dönə-dönə deyirəm ki, hər məsələyə biz hazır olmalıyıq. Bu tək Ermənistandan bağlı deyil. Dünyada gedən proseslərlə, şimalda, cənubda, qərbdə, hər şeydən gedən proseslərdən olur. Ələxsus bizim bu coğrafiyamız, görürsünüz də necə maraqdır, doğurur hamı üçün. Hamı göz tikir bura. 200 il bundan öncə də göz tikiblər, bizi parçaladılar. 100 il bundan öncə də göz tikiblər, parçaladılar. O baxımdan əlbəttə ki, bu çox vacib məsələdir. Birinci suala bu cavab belədir. İndi Ukrayna ilə bağlı məsələ. 28 bənd deyirsiniz. Bizə də artıq yadımda deyil, Ağsaqqallar dostlarım buradadır. Namiq müəllimi də salamlayıram burada. Ağsaqqallar burada oturur, Cavanşir müəllim də burada oturur. Namiq müəllim bizim hörmətli professor, alim, hüquqşünas, Milli Məclisdə bir yerdə çalışmışıq ondan. O yaxşı bunu yada sala bilər. Necə olub o bəndlər, hansı ki bizi məcbur elədi, getdik, çıxdıq Bişkek protokoluna. Bişkek protokolu göydən düşmədi. Bizə dedilər ki, imzalamasınız, deməli, o biri rayonda gedəcək, o biri rayonda gedəcək, belə. Ukraynalara qarşı 2014-də dedilər də, Debaltseva, Ilovaysk olandan sonra dedilər, eləməsəz, Nikolayevda, Xarkovda, Odessada oradan başlayın. Ona görə imzalatdırdılar. Şimdi də təzyiq göstərirlər. O vaxtı bizə təzyiq göstərəndə biz o vəziyyətdən çıxa bildik 94-də. Yəni ki, getdik o, sadəcə atəşkəs idi o bizdə. Orada sülh sazişi yox idi axı. Ukraynada Şerbitski yoxdur artıq. Bizim bəxtimiz gətirib bizdə oldu. Mən əleyhinə çıxmışdım. Məni kimilər, millərlə adam çıxmışdı əleyhinə. Amma indi 30 il keçəndən sonra biz baxırıq, gördük, nəticə etibarı ilə biz belə qiymət verməliyik də. Tarix elə belədir də. Tarixi elə gündə bunu başqa cür yanaşırsansa, özdə şəxsi mənada yanaşırsan, kəskin olursan. Amma bugün bunu biz bacarmalıyıq, bunun üstündən dayanmalıyıq. Ukraynalılarda Şerbitski görmürəm. Sürət Hüseynov görürəm, onu kimlər, bir başqa adam görürəm. Hakimiyyətə can atanlar, bu da baxın görün son zamanlar. Keçmiş prezident Poroshenko durur ayağa danışır. Yuliya Timoşenko durur ayağa danışır. 2005-də onlar yıxmadılar Yushchenkon'u. Bu olub da. Yəni ki, orada da itiyəsini tanımır. Ona görə bu 28 bənd görürsünüz ki, amma Zelenski o bir prezidentlər deyil. Həqiqətən mən ona dəstək vermişim ilk gündən. İndiyə kimi də dəstək verirəm. Onun son çıxışında da fikir verdim. Mən Şerbitski də o olmasa, o birilər də olmasa, amma ki onun arxasında xalq belə dayanmasa, necə 44 gün savaşda biz dayanmışıq. Biz bir olmuşuq, Çin-Çinlə. Hamımız. Hakimiyyəti sevənlər də, sevməyənlər də. Ona görə uğur qazandıq. Onlarda bu yoxdur. İndi bu çox qəliz məsələdir. Mən gördüyüm odur ki, Zelenski dirənmək istəyir. Zelenski dirənmək istəyir. Avropalılar da qorxusundan Zelenskiyə dəstək verirlər. Qorxusundan. Bilsələr ki, Amerika bura nəzarət eləyir, Amerika belə eləyəcək ki, Avropaya gedib çıxmayacaq,
Onlar elə özləri də Zelenskiyə təzyiq göstərirlər. Onların bu günləri inamı yoxdur. Məsəl üçün, Biden administrasiya olsaydı, elə bu davam eləyəcəkdi. Ayaqda saxlayardılar, Rusa da təzyiq göstərəcəklər lazım miqdarda, o səviyyədə, necə olub bundan öncə, rahat da öz işlərini görəcəkdilər. Ki, siyasi konjunktur bəlkəm dəyişdi. Necə 2008-də Gürcistana qarşı olub, necə 2014-də olub. Amma bugün indi çox şey Ukraynanın özündən asılıdır. Amma Ukraynada 94-cü ilin deməli siyasi elitanın səviyyəsi və imkanları bizdəki kimi deyil o vaxtı. Ona görə çox şey bu günləri Ukraynalıların özündən, Amerikadan yox, Avropadan. Onlardan əlbəttə ki, təzyiq etməyə onlar edirlər təzyiq. İndi çox şey ondan asılıdır. İndi çıxa bilər bundan ya yox, onu bir Allah bilir. Mən sadəcə ona dəstək verirəm, çünki bilirəm ki, Ukrayna ayaqda qalmasa, başımız ağrıyacaq. Buna görə mən belə yanaşıram bu sualınızı. Təşəkkür edirəm sualınıza.